Ceyhun Sultanov, Gəncə komandasının lideri deyərdim mən bu futbolçuya. Qapıya doğru zərbə vurmaq olar, ancaq 11 nömrəli futbolçunun zərbəsi alınmadı. Sabir Allahquliyev. Sabir Allahquliyev. Jelembaba. Pavloviç. Pavloviç bu epizodda Gəncə komandasının oyuncusu Sabir Allahquliyevlə mübarizədə. Vüqar Nadirov birbaşa qapıya doğru vurulan zərbə, ancaq top qapının yanından keçir. Bir an belə Adamyanı diqqətdən buraxmır. Dedim Nedzipi. Qapı qarşı ötürmə zərbə, top qapının yanından keçir. Rauf Əliyev. Gənc futbolçu yenə diqqət mərkəzində düşdü. Onun ən çox Azərbaycan çempionu olan klublar arasındadır. Dedim Nedzipi. Agoli. Qarabağın təhlükəli hücumu reallaşa bilər. Agoli. Agoli daha bir futbolçuna sığılacaq. Agoli qapıya doğru zərbə vurur. Müdafiəçilər topun qarşısını kəsirlər. Daha sonra Nabi Yusufovun zərbəsi ilə top qapının üstündən açdı. Komandanın baş məşqçisi yenə də Mehman Allahverdiyevdir və Kəpəz artıq növbəti mövsümdən futbol üzrə Azərbaycan çempionatının 1-ci divizyonunda mübarizə aparacaq. Qarabağın təhlükəli hücumu qapıya doğru zərbə Edis Kurtanoviç. Kurtanoviç bu epizodda komandasını real qoldan xilas etdi. Georgi Adamyanın zərbəsi təhlükəli alındı. Biz isə həmin hücumun təkrarını izləyirik. Vüqar Nadirovun ötürməsi Adamya. Birbaşa qapıya doğru vurulan top və Edis Kurtanoviç. Azərbaycan futbolunda artıq Gəncə derbilərinin də şahidi ola bilərik. Müdafiəçi Məhəmməd Məmmədov bir qədər kobud səhvə yol verdi və Qarabağın təhlükəli hücumu reallaşa bilərdi. Georgi Teleskiyə, Çarkin Kuti gəlir. Rəşad Sadıqovun zərbəsi və top qapının üstündən keçdi. Belə zərbələr mən deyərdim ki, Rəşad Sadıqov üçün Qarabağın təhlükəli hücumu, qapı qarşısına ötürmə və son anda Rauf Əliyev sürüşərək yıxıldı və bu ötürməyə çata bilmədi. Halbuki baş tutmasına imkan vermədi. Sabir Allahquliyev, Ceyhun Sultanov. Sultanovun gözü ötürməsi, qapıya doğru zərbə vurmaq olar, ancaq Grepsis. Latviyalı futbolçu oyun ərzində cərimə zərbəsini yerinə yetirəcəklər. Rəşad Sadıqov topu cərimə minaşasına göndərək qapıya doğru zərbə və Kurtanoviç. Kurtanoviç gözəl oynayır. Futbolçular ötürmə verərkən ciddi səhvlərə yol verirlər. İstər Qarabağ istərsə də Gəncə komandası futbolçular. Sabir Zərgar ötürməsi zərbə vurmalı. Grepsis ikinci epizodda topu qapıya göndərə bilmədi və bu ikinci hissənin ən təhlükəli gol vəziyyəti idi. Əhsən Sabir Zərgarova, o hər şeyi çox gözəl etdi Sabir Zərgarov. Fikir verin. Qapı qarşısında gözəl ötürməyə və Grepsis, Latviyalı futbolçu Dedim Nedzipi. Latviyalı futbolçu topu qapıya doğru göndərdi və son anda az qala Agoli. Adamya. Adamyanın qapıya doğru zərbəsi Edis Kurtanoviç. Top da Edis Kurtanoviçin üzərində gəldi və Sadiqov, Samir Abbasov Adamyanın boş olduğunu gördü. Topu Adamya'ya göndərdi. Adamya çox təhlükəlidir. Qapıya doğru zərbəsi ilə Qarabağ hesabı açır. Georgi Adamyanın fərdi ustalığı sayəsində Qarabağ qarşılaşmanın 72-ci dəqiqəsində hesabı açdı. Georgi Adamya, Samir Abbasov onun boş mövqeydə olduğunu gördü və topu ələ keçirən kimi dərhal qarşısındakı iki futbolçudan keçdi və Edis Kurtanoviç'i də aldatmağı bacarır və qarşılaşmada 72-ci dəqiqədə Qarabağ futbolçuları oyunda hesabı açırlar. Qolun müəllifi Georgi Adamya, Qarabağın 77 nömrəli futbolçusu. Biz isə qol epizodunu təkrarən izləyirik. Digər bir rakursdan. Ceyhun Sultanov, Samir Zərgarov. Zərgarovun qapı qarşısına ötürməsi və son anda topu qapıdan keçirmək mümkün olacaq. Gəncənin hücum etmək isə yarımçıq qaldı. Elvin Məmmədov. Qapı boşdu. Adamyanın zərbəsi, ancaq Edis Kurtanoviç vaxtı
Təhlükəli bir hücumu reallaşa bilər. Əfran İsmailov qapıya təkmədən çıxır. Əfranın zərbəsi və Kurtanoviç. Əfran uzun fasilədən sonra meydana Mirabbasov. Gəncə futbolçular top ələ keçirirlər. Qapıya doğru zərbə və çox gözəl sıçrayışla Boyan Pavloviç qola imkan vermir. Cərimə zərbəsini yerinə yetirəcək. Qapı qarşısında gərginliyi var. Ceyhun Sultanov. Qapı qarşısında oturdan və son olaraq topa toxunan kim oldu? Zelembaba.